Salam, mən 9B sinif şagirdi Nərgiz Şahbazova. Bizim sinif dərslərdə fəallığı, araşdırma aparmağa marağı və yaradıcı işləri ilə seçilir. Bu gün isə mən bizə Azərbaycan dili fənnindən ev tapşırığı olaraq verilən Maralgöl haqqında video çıxartımı sizlərə təqdim edirəm. İlk olaraq sizlərə Maralgölün yaranması haqqında danışmaq istəyirəm. Maralgöl sadəcə bir göl deyil. 1139-cu ildə meydana gəlmiş böyük bir təbiət hadisəsinin canlı şahididir. Bu göl Gəncədə baş vermiş güclü zəlzələ nəticəsində Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranmışdır. Maralgöl Göygölün yaxınlığında yerləşir. Aralarında təxminən 400 metr hündürlük fərqi var. Maralgölün dəniz səviyyəsindən hündürlüyü 1910 metr, uzunluğu 700 metr, eni 500 metr, sahəsi isə 23 hektardır. Dərinliyi isə 60 metrə qədər gəlib çatır. Maralgölə qalxmaq o qədər də asan deyil. Təbiətin bu ecazkar gözəlliyini görmək üçün nə az, nə çox, düz 296 pilləkən qalxmaq lazımdır. Təbiətin gözəlliyi haqqında isə nə qədər danışsaq da azdır. Onun saf təbiəti və göz oxşayan görünüşü insanı valeh edir. Suyunun şəffaflığı, müxtəlif bitki örtüklərinə malik ərazisi hər kəsin diqqətini cəlb edir. Maralgöl və bu kimi təbiət incilərini qorumaq hər birimizin borcudur. Video çıxartım isə bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.